Salam uşaqlar, bu dəfə də birinci hissə test toplusundan davam edirik. 5 dənə isbat məsələsinə baxacaq. Deməli, ilk məsələ deyir ki, iki çevrənin kəsişmə nöqtəsindən onların diametrləri çəkilmişdir. İsbat edin ki, bu diametrlərin uc nöqtələri, yəni CBD nöqtələri, çevrələrin digər kəsişmə nöqtəsi bir düz xətt üzərindədir. Yəni, uc nöqtələri CD və çevrələrin kəsişmə nöqtəsi B bir düz xətt üzərindədir. Yəni, CB ayrı bir xətt, D ayrı bir xətt deyil. CBD bütövlükdə özü bir düz xəttdir. Bunu isbat etmək lazımdır. Deməli, nə edirik? Bu məsələdə A ilə B-ni birləşdiririk. A ilə B-ni birləşdirdikdə, baxaq birinci bu sağdakı çevrəyə. Sağdakı çevrədə ABD bucağı diametrə söykənən bucaqdırmı? Bəli. O zaman ABD 90 dərəcə olmuş olacaq. Keçək soldakı çevrəyə baxaq. Soldakı çevrədə ABC bucağı diametrə söykənən bucaqdırmı? O zaman bu da 90 dərəcə olacaq. Və biz bu qaydaları çevrənin bucaq münasibətlərində bilirik ki, diametrə söykənən bucaq 90 dərəcədir. İndi bu CBA bucağına və ABD bucağına diqqətlə baxsaq, 2 dənə 90 dərəcə görmüş olacaq. Yəni CBD bucağı, CBD bucağı 180 dərəcə olmuş olacaq. CBD bucağı 180 dərəcədirsə, deməli CD xətti bir düz xəttdir və CBD nöqtələri bir düz xətt üzərində yerləşir və məsələ isbat olunmuş olur. Keçək digər məsələmizə. Digər bir maraqlı məsələ. Deyir ki, isbat edin üçbucağın medianlarının oturacağından keçən çevrənin radiusu bu üçbucağın xaricinə çəkilmiş çevrənin radiusundan 2 dəfə kiçikdir. Deməli, bu şəkli biraz daha sərgəli formada çəkəcəyik sağda. Amma medianları qeyd etməyək. Sadəcə medianların oturacaqlarını qeyd edək. Medianların oturacağı, yəni qarşı tərəfə çəkildiyi nöqtə. Məsələn, bu median bu nöqtəyə çəkilib. O zaman bu nöqtəni qeyd edək, medianı silək. Onda digər tərəfin də orta nöqtəsini qeyd edək. Digər tərəfin də orta nöqtəsini qeyd edək. İndi şəklə fikir verək. Bax, bu üçbucaq, bu üçbucağı birinci üçbucaq olaraq adlandıraq hələlik. İndi içəridə bir dənə də üçbucaq çəkirik. İndi bu medianların oturacaqlarını birləşdirəndə, yəni üçbucağın 3 dənə orta xəttini çəkmiş olduğumuzda yeni bir üçbucaq alınmış olur. Və diqqətlə şəklə baxsaq, ikinci üçbucaq medianların oturacaqlarından keçir. Yəni bu 3 nöqtədən qırıq-qırıq üçbucağın ətrafından keçən çevrədən söhbət gedir. İndi orta xəttlərin uzunluğuna baxırıq. İndi əgər üçbucağın tərəfi, məsələn, burada x, burada x-dirsə, orta xətt x olmuş olur. Yəni, belə deyirik, əgər bura 2x adlandırsaq, orta xətti x adlandıraq, bu tərəfi 2y adlandırsaq, orta xətti y adlandıraq, buranı məsələn 2z adlandırsaq bu tərəfi, o zaman orta xətti z adlandıraq. İndi bizdən soruşulan bu çevrələrin birinin radiusunun digərinin 2 dəfə böyük olduğunu isbat etməkdir. Bu birinci üçbucağa baxaq. Birinci üçbucağın ətrafındakı birinci çevrənin radiusuna r deyim. Sonra da bu ikinci üçbucağa baxaq. Bu ikinci üçbucağın da, bu ikinci üçbucaq qırıq-qırıq xəttlərin olan üçbucaqdır. Onun ətrafında da bir çevrə var. Onu da bir yaşıl rənglə qeyd edək. İkinci üçbucağın ətrafındakı, yəni xaricindəki çevrənin radiusuna da R1 deyəcəm. İndi biz bilirik ki, oxşar üçbucaqlarda bütün nisbətlər, yəni uyğun tərəflərin ya da uyğun ölçülərin nisbətləri oxşarlıq əmsalını verir. İndi biz hardan biləcəyik bu üçbucaqların oxşar olduğunu? Birincisi, əgər ortada orta xətt çəkilibsə, orta xəttin yaratdığı üçbucaqla böyük üçbucaq oxşar olmalıdır. İkincisi, bunu belə deyə bilərik ki, orta xəttlər çəkildikləri tərəfə paralel olur. O zaman, məsələn, bu bucaq alfa olacaqsa, burada paralellərdən paraleloqram əmələ gəldiyi üçün daxildəki bucaq da alfa olacaq. Eyni zamanda bura beta olacaqsa, burada beta, qamma, burada qamma. Ona görə də ortadakı üçbucaqla, yəni o birinci üçbucaqla, daha doğrusu kənardakı üçbucaqla, birinci üçbucaqla ikinci üçbucaq bir-birinə oxşardır. O zaman birinci üçbucağın xaricindəki, indi birinci üçbucağın tərəfi
Yəni məsəl üçün birinci üçbucağın alfasının qarşısındakı x-lərdən danışaq da, onda betasını. Birinci üçbucağın betasının qarşısındakı tərəf nədir? 2x bölünsün. Bəs daxildəki üçbucağın betasının qarşısındakı tərəf nədir? X. 2x böl x bərabərdir birinci üçbucağın xaricindəki çevrənin radiusu böl ikinci üçbucağın xaricindəki çevrənin radiusu. İkinci üçbucağın xaricindəki çevrənin radiusu da eləyir R1. Və x-lər ixtisar getsə R1 böl R bölünsün R1 bərabər 2 olmuş olur. Yəni ki, uzun sözün qısası birinci üçbucağın bütün tərəfləri, bütün ölçüləri, ikinci üçbucağın qırıq-qırıq xətli olan üçbucağın bütün ölçüləri və bütün tərəflərinin 2 dəfə böyük olduğu üçün birinci üçbucağın xaricindəki çevrənin radiusu da balaca üçbucağın xaricindəki çevrənin radiusundan 2 dəfə böyük olacaq və məsələ isbat olunmuş olacaq. Bu isbat məsələsi qarşınıza düşsə, bu sözləri çox ətraflı şəkildə yazmağa diqqət edin. Digər bir məsələ isbat edin ki, qabarıq dördbucaqlının diaqonallarının uzunluqları cəmi 10 perimetrindən böyükdür. Qabarıq bir dördbucaqlı çəkək. Dördbucaqlının diaqonalları D1, D2, tərəfləri A, B, C, D-dir. Burada üçbucaq bərabərsizliyinə diqqət yetirəcəyik. Məsəl üçün, bu rənglədiyimiz üçbucaqda bilirik ki, D1 tərəfi digər iki tərəfin cəmindən kiçik olmalıdır. Yəni A plus B-dən kiçik olmalıdır. Digər üçbucaqda isə D1 C plus D-dən kiçik olmalıdır. D1 kiçik olmalıdır C üstə gəl D-dən. Sonra keçək D2-yə baxaq. Bu sol üçbucaqda D2 kiçik olmalıdır A üstə gəl D-dən və sağdakı bu üçbucaqda D2 kiçik olmalıdır B üstə gəl C-dən. Bunları alt-alta toplasam 2 dənə D1 toplansın D2 kiçik olacaq 2 dənə A üstə gəl B üstə gəl C üstə gəl D. Sonra buradan ikiləri silək. D1 üstə gəl D2 kiçik olsun. A plus B plus C plus D isə perimetrdir və məsələ isbat olunmuş oldu. Keçək digər məsələ. Digər məsələdə belə bir şərt verib, tən bölən verib burada bizə. Tən bölən verib, tən bölənin keçdiyi yer, getdiyi yer N nöqtəsi yan tərəfin orta nöqtəsidir və deyir ki, isbat edin ki, AB-nin uzunluğu bərabərdir BC ilə CD-nin uzunluqları cəminə. Tamamdır. İndi bu trapesiyada N-dən bir dənə paralel xətt çəkirik sol tərəfə. Paralel xətt çəkdik. Burada fikir versək çarpaz bucaqlar var. Yəni bura alfa, bura alfadırsa, çarpaz olaraq burada alfa olmalıdır. İndi bu üçbucağa fikir versək, bu üçbucaqda bura x-dirsə, burada x olur. Çünki bu rənglədiyimiz üçbucaq bərabər yanlı üçbucaqdır. Tamam. İndi bu paralel xətt çəkmişəm və bu xətt sağ tərəfin, sağ yan tərəfin ortasından keçirsə, sol yan tərəfin də ortasından keçməlidir və bu tərəfdə x olmalıdır. Və bu xətt də, bu mavi xətt nə olmuş olur? Orta xətt olmuş olur. Yuxarı və aşağı oturacaqlara da A ilə B deyəcəm. Biz bilirik ki, orta xətt A ilə B-nin cəminin yarısına bərabərdir. A üstə gəl B böl 2. Buradan da çarpaz vur. 2x bərabərdir. A üstə gəl B. Tamamdır. 2x nədir? AB-dir. A nədir? BC. Topla. B nədir? AD. Və deyilən şərt isbat olunmuş oldu. Keçək digər məsələyə. Və son məsələ. Deyir ki, Y və F nöqtələri verilən paraleloqramda orta nöqtələrdir. Tamam. Qeyd edilir ki, orta nöqtələrdir. AF və SE düz xətlərin BD diaqonalını 3 yerə böldü. Yəni bu 3 dənə uzunluğun bir-birinə bərabər olduğunu isbat edək. İndi diqqətlə baxırıq bura. Diqqətlə bura baxsaq, ya da ki, əvvəlcə nə edirik? Bir bucaq qeyd edək burada. Bir alfa bucağı. Sonra bu fiqura diqqətlə baxaq. Bu rənglədiyimiz fiqura diqqət. Yəni ki, hansı fiqur? Qələmi izləyək. AFCY fiquruna. AFCY fiquruna diqqətlə baxaq. Bu fiqurda AY ilə FC bir-birinə paraleldir və bir-birinə də uzunluqları bərabərdir. Bu da 2 xətt, bu da 2 xətt. O zaman belə çıxır ki, bu ortadakı bu fiqur paraleloqram olmuş olur. Yəni AF ilə YS də bir-birinə paralel olmuş olur və eyni zamanda bir-birinə bərabər də olmuş olurlar, amma ondan çox istifadə etməyəcəyik. O zaman bu xəttlər bir-birinə paraleldirsə, bu bucaq da alfadırsa, bu bucaq da alfa olmuş olur.
ya da alfa bucaqlarından istifadə eləməyək, tam olaraq paralellikdən istifadə edəcəyik. Deməli, yenə deyirəm, AFCY fiquru paraleloqram olduğuna görə o zaman AF ilə YC bir-birinə paralel olacaqlar. Tamamdır. AF ilə YC bir-birinə paralel. İndi bu üç bucağa fikir veririk. Hansı üç bucaq? DNC üç bucağı. DNC üç bucağında bu xətt MF xətti NS xəttinə paraleldir və DS tərəfinin də ortasından keçir. MF xətti DS-nin ortasından keçir. O zaman həm paralel, həm ortadan keçirsə, bu xətt orta xətt olmuş olur. O zaman DM də MN-ə bərabər olmuş olur. DM də bərabər oldu MN-ə. İndi keçirik digər üç bucağa baxırıq. Hansı üç bucaqdır bu? AMB üç bucağı. AMB üç bucağında da YN xətti ilə AM xətti bir-birinə paraleldir və Y nöqtəsi orta nöqtə olduğu üçün bu xətt də, yəni Y, N xətt də orta xətt olmuş olur. O zaman N nöqtəsi də orta nöqtə olmuş olur. Yəni MN ilə MB də bir-birinə bərabər olmuş olurlar. Və nəticədə DM, MN və MB xəttləri hər birini 3 xəttlə işarə elədik və bunlar bir-birinə bərabər olmuş olur və məsələ isbat olunmuş olur. Bununla da birinci hissə test toplusundan 5 dənə isbat məsələsinə baxdıq. Ümid edirəm ki, faydalı olmuşdur. Növbəti videoda da bunların davamına baxacağıq. Birinci hissə test toplusundakı isbat məsələlərini bitirəcəyik. Sağ olun, izləmədə qalın.